Eğer səndə də yorğunluq, depressiya, halsızlıq, sonra saç tökülməsi, quru cilt, üşümə və səbəbsiz şəkildə kökəlmə. Deyirsən bəlkə yediyindən kökəlirsən, amma yox. Kökəlirsən, neyinsə ilə kökəlirsən. Konsantrə olamırsan hər hansı bir şey, diqqətini toplayamırsan və menstruasiyan, yəni periodun, xəstəlik tarixi artıq düzənsizləşir. Normalda hər 25 gündən bir, 30 gündən bir olursa, bu səfər bir gah 20, gah 10, gah 2 aydan bir olur. Və bəzən də səs qalınlaşmağı olur. Bu saydıqlarımdan bir qismi sizdə varsa, mütləq gedin tiroid dediyimiz vəzi yoxlatdırın. Hipotiroidi dediyimiz tiroid vəzinin, deyəsən buna Azərbaycancası zob deyirlər. Yəni təhsilimi Azərbaycan dilində almadığıma görə tam əmin deyiləm, amma məncə zob deyirlər buna. Tiroid vəzləri burada olur. Bunun az funksiyasında, yəni hipotiroiddə bu saydıqların simptomlar bir-bir üzə çıxır və insanlar bilmir ki, niyə? Bunlarda saydığım şikayətlər var. Gəlirlər fərqli yerlərdə, fərqli şikayətlərdən fərqli həkimlərin qapılarını çalırlar. Fərqli dərmanlaşdırırlar, heç bir təsir eləmir. Halbuki çox basit bir müalicəsi var, bir dərman veririk. Azərbaycanda çox yaygındır, amma çox az insan bilir və çox az insan müalicə alır.